Salam uşaqlar. Deməli, bu sualda bizdən tələb olunur ki, A matrisinin transform edilmiş matrisinə vurun. Birinci gəlin A matrisinin transform edilmiş versiyasını yazaq. A üstündə T, yəni A matrisinin transform edilmiş versiyası bərabərdir. Nə edirik? Matrisin sətirdəki elementlərini sütun boyunca düzürük. Bax, birinci sətirdəki elementləri birinci sütun boyunca düzəcəm. Olacaq 1, -2, 0. Sonra, ikinci sətirdəki elementləri ikinci sütun boyunca düzəcəm. 3, 5, -7. Sonra, üçüncü sətirdəki elementləri üçüncü sütun boyunca düzəcəm. -4, 1, 2 şəklində olacaqdır. İndi biz bu A matrisini bu A üstü T matrisinə nə edəcəyik? Vuracaq. A vurulsun A üstündə T bərabərdir. Necə vuracaq? Matrislərin matrisə vurulma qaydasına görə nə edirik? Bax, bu birinci sətirdəki elementləri uyğunluğu pozmadan birinci süturdakı elementlərə vururuq və necə vururuq? Bu 1, 1'ə vurulur, üzərinə gəlinir, -2, -2'ə vurulur, 0 da 0'a vurulur, onlar toplanılır. Yazıram. 1 vurulsun 1, 1 vurulsun 1, üstə gəl, -2 vur, -2. Gəl prama hesablayaq onları. 1 vurulsun 1, elədi 1, üstə gəl, -2 vurulsun -2, 4, 0 vurulsun 0, elədi 0. Bu birinci sətrin birinci sütunda yazılacaqdır. Sonra bunu götürəcək, bax, ikinci sütuna vuracaq. 1 vurulsun 3, elədi 3. Üstə gəl, -2 vurulsun 5, oldu -10. Çıx 10. Sonra 0 vur -7, oldu 0. Bunu da yazacaq birinci sətrinin ikinci sütununda. Sonra bunu götürəcək, buradakı sütuna vuracaq. 1 vurulsun -4, olacaq -4. -2 vurulsun 1. Olacaq -2. -2. Sonra 0 vuracaq 2'yə, olacaq 0. Bu da birinci sətrinin üçüncü sütunda yazılacaqdır. İndi yenə də bu qaydanı pozmadan ikinci sətri götürürük. Bu ikinci sətirdəki elementləri götürürük. Bu qaydada başlayırıq vurmağa. Birinci sütundan, sonra ikinci sütundan, sonra da üçüncü sütundan. 3 vurulsun 1, elədi 3. 3 vurulsun 1, elədi 3. 5 vurulsun -2, oldu -10. -7 vurulsun 0, oldu 0. Sonra bunu vuracaq ikinci sütuna. 3 vur 3, 9. 5 vur 5, 25. -7 vur -7, müsbət 49. Sonra bunu vuracaq üçüncü sütuna. 3 vurulsun -4, -12. 5 vur 1, oldu 5. -7 vurulsun 2, -14. Sonra bunu indi üçüncü sətri götürüb vururuq. -4 vurulsun 1, -4. 1 vurulsun -2, -2. Sonra 1 vurulsun -2, 2 vurulsun 0, oldu 0. Sonra indi vururuq ikinci sütuna. -4 vurulsun 3, -12. 1 vurulsun 5, elədi müsbət 5. 2 vurulsun -7, oldu -14. Sonra vururuq üçüncü sütuna. -4 vurulsun -4, elədi müsbət 16. 1 vurulsun 1, oldu müsbət 1. 2 vurulsun 2, oldu müsbət 4. Hesablamamızı yerinə yetirsək, burada olacaq neçə? 5. Burada olacaq -7. Burada olacaq -6. Burada olacaq -7. Burada olacaq 30, neçə elədi bu? 4 üstə gəl, 49. Düzdürmü? 34 üstə gəl, 49. 49, 13, 83. Biz hesabladıq yəqin. -12, 5. Neçə elədi? -7, çıx 14, -21. -4 çıx 2, -6. -2 üstə gəl 5, elədi. -7, çıx 4. Neçə oldu? -21. 16, 1, 17. O da 4. Neçə elədi? Müsbət 21. Belə.
Bu qədər. O biri sualları da növbəti videolarda izah edəcəm. Sağ olun.